Bağçaları şəbəkəsinin şahmat festivalının bağlanış mərasimi. Mən arzu edirəm ki, uşaqlar həyatlarının şahmatında daim məntiqli, ağıllı, ədalətli qərarlar verməyi bacarsınlar və orada daim xeyir qalib gəlsin. Artıq 5 ildir ki, Bağçam Şah Bağçaları şəbəkəsi ənənəyə çevrilmiş bir şahmat festivalına ev sahibliyi edir və məktəbəqədər təhsil sahəsində məktəbəqədər yaşlı uşaqlar arasında keçirilən ilk şahmat turniridir. İlk növbədə bu cür yarışın təşkil olunmasına, keçirilməsinə bağlı Bağçanın rəhbərliyinə və burada əziyyət keçən hər bir kəsə təşəkkürümü bildirmək istəyirəm. Bu turnir bizə göstərdi ki, uşaqlar nə qədər bacarıqlı və potensiallıdırlar. Peter Pan'in məzunları artıq bugün beynəlxalq yarışda iştirak edirlər. Şahmat Festivalının çempionları. Çempionluq partiyasında 2024-2025-ci il Bağçam Şah Bağçaları şəbəkəsində kuboklarını təhvil alması üçün 3-cü yerin qalibi Baby Star Uşaq Bağçasının iştirakçısı Bilal Əskərov'u təbrik edirik və səhnəyə dəvət edirik. İncil Qarayev Uşaq Bağçasının iştirakçısı Qadir Həsənəliyev. Çempionluq partiyasında keçəcə edən və eyni hal toplayan Atilla Süleyman, İndigo Vurğun Uşaq Bağçasının iştirakçısı, Onur Camal, Peter Pan Uşaq Bağçasının iştirakçısı.